A vitamini. Kimyəvi adı: retinol, aktiv formasıdır. Retinal, retinoik turşu, beta-karotin, provitamin A, yəni orqanizmdə retinola çevrilir. A vitamini yağda həll olan vitamindir və əsasən qaraciyərdə toplanır. Görmə qabiliyyəti. A vitamini tor qişada yerləşən rodopsin pigmentinin yaranmasında iştirak edir. Gecə görməni yaxşılaşdırır, toyuq korluğunun qarşısını alır, göz quruluğunu azaldır. Çatışmamazlıq zamanı gecə korluğu, göz quruluğu və bulanıq görmə yarana bilər. İmmun sisteminin gücləndirilməsi. Orqanizmi virus və bakteriyalara qarşı daha davamlı edir. Tənəffüs yollarının selikli qişasını qoruyur. İnfeksiyalara qarşı müdafiəni artırır. Hüceyrə yenilənməsi və dəri sağlamlığı. Dərinin elastikliyini qoruyur. Sızanaq və dəri quruluğunu azalda bilər. Yaraların sağalmasını sürətləndirir. Yaşlanma əleyhinə təsir göstərir. Retinoidlər kosmetologiyada geniş istifadə olunur. Sümük və diş inkişafı. Uşaqlarda normal böyüməni dəstəkləyir. Sümük toxumasının formalaşmasında iştirak edir. Reproduktiv sağlamlıq. Həm qadın, həm də kişi reproduktiv sisteminin normal fəaliyyətinə kömək edir. Hamiləlik dövründə embrion inkişafı üçün vacibdir. Əsas mənbələri. 1. Heyvan mənşəli. Hazır retinol. Qaraciyər, balıq yağı, yumurta sarısı, süd və süd məhsulları. 2. Bitki mənşəli. Beta-karotin, kök, balqabaq, şirin kartof, ispanaq, kələm, mango, ərik. Beta-karotin yağla birlikdə qəbul edildikdə daha yaxşı mənimsənilir. Gündəlik norma. Kişilər üçün təxminən 900 mikroqram, qadınlar üçün təxminən 700 mikroqram. Uşaqlarda yaşa görə dəyişir. Artıq qəbulun zərərləri: baş ağrısı, ürək bulanma, qaraciyər zədələnməsi, hamiləlik dövründə risklər. A vitamini yağda həll olduğu üçün həddindən artıq qəbul edildikdə orqanizmdə toplanaraq zərər verə bilər. B vitamini əslində tək vitamin deyil, suda həll olan və bir-biri ilə əlaqədar fəaliyyət göstərən 8 əsas vitamindən ibarət kompleksdir. Onlar enerji istehsalı, sinir sistemi, qan yaranması və hüceyrə mübadiləsində əsas rol oynayır. B1 vitamini. Kimyəvi adı tiamin. Əsas faydası: glukozanın enerjiyə çevrilməsi, sinir sisteminin normal fəaliyyəti, ürək əzələsinin dəstəklənməsi. Əsas mənbələri: tam taxıllar, qəhvəyi düyü, paxlalılar, günəbaxan tumu. B2 vitamini. Kimyəvi adı riboflavin. Əsas faydası: hüceyrə bərpası, dəri və göz sağlamlığı, antioksidant müdafiə. Əsas mənbələri: süd məhsulları, yumurta, badam, göbələk, yaşıl yarpaqlı tərəvəzlər. B3 vitamini. Kimyəvi adı niasin, nikotinik turşu və ya nikotinamid. Əsas faydası: maddələr mübadiləsini sürətləndirir, xolesterin səviyyəsini tənzimləyir, beyin fəaliyyətini dəstəkləyir. Əsas mənbələri: toyuq əti, balıq, yer fıstığı, qaraciyər, tam taxıllar. B5 vitamini. Kimyəvi adı pantotenik turşu. Əsas faydası: hormonların sintezi, stresslə mübarizə, enerji istehsalı. Əsas mənbələri: avokado, brokoli, göbələk, yumurta, tam taxıllar. B6 vitamini. Kimyəvi adı piridoksin. Əsas faydası: sinir sistemi və beyin funksiyası, serotonin və dopamin sintezi, qan yaranması. Əsas mənbələri: banan, noxud, kartof, toyuq əti, balıq. B7 vitamini. Kimyəvi adı biotin. Əsas faydası: saç və dırnaq sağlamlığı, dəri elastikliyi, yağ və karbohidrat mübadiləsi. Əsas mənbələri: yumurta sarısı, badam, qoz, yer fıstığı, soya. B9 vitamini. Kimyəvi adı fol turşusu, folat. Əsas faydası: qırmızı qan hüceyrələrinin yaranması, hamiləlik dövründə dölün inkişafı, DNT sintezi. Əsas mənbələri: ispanaq, quşqonmaz, mərci, noxud, çuğundur. B12 vitamini. Kimyəvi adı kobalamin. Əsas faydası: sinir liflərinin qorunması, qan azlığının qarşısının alınması, enerji səviyyəsinin yüksəlməsi. Əsas mənbələri: qırmızı ət, balıq, süd məhsulları, yumurta. Qeyd: B12 əsasən heyvani mənşəli qidalarda olur. B vitaminlərinin ümumi xüsusiyyətləri: suda həll olur,
Orqanizmdə uzun müddət yığılmır, B12 istisna olmaqla. Enerji mübadiləsində birlikdə çalışır. Çatışmazlıq, yorğunluq, əsəbilik, dəri problemləri və qan azlığı yarada bilər. C vitamini. Kimyəvi adı askorbin turşusu və ya askarbat. C vitamini suda həll olan və güclü antioksidant xüsusiyyətə malik vacib vitamindir. Orqanizm onu özü istehsal edə bilmir. Buna görə də mütləq qida vasitəsilə qəbul edilməlidir. C vitamininin əsas faydaları. 1. Güclü antioksidant təsir göstərir. Sərbəst radikalları zərərsizləşdirir və hüceyrələri qoruyur. Bu, erkən qocalmanın qarşısını almağa kömək edir. 2. İmmun sistemini gücləndirir. Ağ qan hüceyrələrinin fəaliyyətini artırır və infeksiyalara qarşı müqaviməti yüksəldir. 3. Kollagen sintezində iştirak edir. Dəri, damar divarları, sümüklər və qığırdaq üçün vacib olan kollagenin yaranmasını təmin edir. Yaraların daha sürətlə sağalmasına kömək edir və dərinin elastikliyini qoruyur. 4. Dəmirin sorulmasını artırır. Bitki mənşəli dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir və qan azlığının qarşısının alınmasında mühüm rol oynayır. 5. Ürək-damar sağlamlığını dəstəkləyir. Damar elastikliyini qoruyur və oksidləşdirici zərərin azalmasına kömək edir. 6. Beyin funksiyasına müsbət təsir göstərir. Neyrotransmitterlərin sintezində iştirak edir və zehni performansı dəstəkləyə bilər. C vitamininin əsas mənbələri: meyvələr, portağal, limon, mandalin, kivi, çiyələk, qreypfrut. Tərəvəzlər, qırmızı və yaşıl bibər, brokoli, ispanaq, kələm, pomidor. Digər mənbələr: kartof, cəfəri, qara qarağat. Qeyd: C vitamini istiliyə həssasdır. Uzun müddət bişirildikdə miqdarı azalır. Buna görə də tərəvəzləri çox bişirməmək tövsiyə olunur. Çatışmadıqda yaranan fəsadlar: yorğunluq, diş ətlərinin qanaması, dəri quruluğu, yaraların gec sağalması. Ağır hallarda isə skorbut xəstəliyi inkişaf edə bilər. Qəbul etmə miqdarı: böyüklər üçün gündəlik tövsiyə olunan doza 65-90 mg təşkil edir. Uşaqlarda isə yaşa görə dəyişir. C vitamini suda həll olur, orqanizmdə yığılmır və artıq miqdarı sidiklə xaric olunur. Buna görə gündəlik qəbul vacibdir. D vitamini. Kimyəvi adı kalsiferol. D vitamininin 2 əsas forması var. D2 ergokalsiferol, yəni bitki mənşəli forma, D3 xolekalsiferol, yəni heyvani mənşəli və günəş vasitəsilə dəridə sintez olunan forma. D3 forması orqanizm tərəfindən daha effektiv istifadə olunur. D vitamininin əsas funksiyaları və faydaları. 1. Sümük və diş sağlamlığı. D vitamini kalsium və fosforun bağırsaqlardan sorulmasını artırır. Bu isə sümüklərin möhkəmlənməsini, dişlərin sağlam qalmasını və uşaqlarda raxitin qarşısının alınmasını təmin edir. 2. İmmun sisteminin gücləndirilməsi. İmmun hüceyrələrinin fəaliyyətini dəstəkləyir və infeksiyalara qarşı müdafiəni artırır. 3. Əzələ funksiyası. Əzələ zəifliyinin qarşısını alır və hərəkət qabiliyyətini dəstəkləyir. 4. Hormonal balans və əhval. D vitamini serotonin səviyyəsinə təsir göstərə bilər. Günəş işığı ilə əlaqədar olaraq əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir. 5. Ürək, damar və ümumi sağlamlıq. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı bəzi xroniki xəstəliklərlə əlaqədar ola bilər. D vitamininin əsas mənbələri: günəş işığı. Dərinin günəş şüaları ilə təması nəticəsində D3 sintez olunur. Həftədə bir neçə dəfə 15-30 dəqiqə günəşlənmək kifayət edə bilər. Bu müddət dəri tipinə görə dəyişir. Qida mənbələri: heyvani mənşəli, yağlı balıqlar, qızıl balıq, skumbriya, tuna, balıq yağı, yumurta sarısı, qaraciyər, zənginləşdirilmiş məhsullar, süd, bəzi taxıl məhsulları, bitki südləri.
D vitamini çatışmazlığı əlamətləri: sümük ağrıları, əzələ zəifliyi, yorğunluq, uşaqlarda raxit, böyüklərdə osteoporoz riski. D vitamini çatışmazlığı xüsusilə günəş az olan bölgələrdə daha çox rast gəlinir. D vitamini yağda həll olunur, orqanizmdə depolanır, günəş vasitəsilə sintez olunur, həddindən artıq qəbulu zərərli ola bilər və hipervitaminoz riski yarada bilər. Y vitamini. Kimyəvi adı tokoferol. Y vitamini əslində bir neçə birləşmədən ibarət olan qrupdur. Ən aktiv və bioloji cəhətdən ən təsirli forması alfa tokoferoldur. Y vitamini yağda həll olan güclü antioksidant vitamindir və hüceyrə membranlarını qorumaqda mühüm rol oynayır. Y vitamininin əsas faydaları: 1. Güclü antioksidant təsir. Y vitamini sərbəst radikalları zərərsizləşdirərək hüceyrələri oksidləşdirici zədələnmədən qoruyur. Bu xüsusiyyət erkən qocalmanın ləngiməsinə və hüceyrə sağlamlığının qorunmasına kömək edir. 2. Dəri sağlamlığı. Dərinin elastikliyini qoruyur, quruluğun azalmasına kömək edir, günəş şüalarının yaratdığı zərərin təsirini azalda bilər, yaraların sağalmasını dəstəkləyir. Bu səbəbdən Y vitamini bir çox kosmetik məhsullarda istifadə olunur. 3. Ürək-damar sistemi. Y vitamini damar divarlarını qoruyur və xolesterinin oksidləşməsinin qarşısını almağa kömək edə bilər. Bu da ürək sağlamlığı üçün faydalıdır. 4. İmmun sisteminin dəstəklənməsi. İmmun hüceyrələrinin fəaliyyətini gücləndirir və orqanizmin müdafiə qabiliyyətini artırır. 5. Reproduktiv sağlamlıq. Tarixən Y vitamini nəsil vitamini kimi tanınırdı. Hormon balansında və hüceyrə qorunmasında rol oynaya bilər. Y vitamininin əsas mənbələri: bitki yağları, günəbaxan yağı, zeytun yağı, qarğıdal yağı, qoz fındıq və toxumlar, badam, fındıq, günəbaxan tumu, balqabaq tumu, meyvə və tərəvəzlər, ispanaq, brokoli, avokado. Y vitamini çatışmazlığı nadir hallarda görülür. Lakin aşağıdakı problemlər yarana bilər: əzələ zəifliyi, sinir sistemi problemləri, görmə pozğunluğu, immunitetin zəifləməsi. Y vitamini yağda həll olunur, orqanizmdə depolanır, güclü antioksidant qoruyucu təsirə malikdir, həddindən artıq qəbulu zərərli ola bilər. K vitamini. Kimyəvi adı: K vitamini yağda həll olan vitaminlər qrupuna daxildir və əsasən iki əsas forması var. Birincisi K1 vitamini, yəni filloxinon. Bu forma əsasən bitkilərdə olur. İkincisi isə K2 vitamini, yəni menaxinon. Bu forma əsasən heyvan mənşəli qidalarda və bəzi fermentləşdirilmiş məhsullarda olur. Bu vitamin insan orqanizmi üçün xüsusilə qan laxtalanması və sümüklərin məhkəmliyi baxımından həyati əhəmiyyət daşıyır. Əsas faydaları: 1. Qanın laxtalanmasını təmin edir. Bu vitamin qanaxmanın qarşısını alır, yaraların daha tez sağalmasına kömək edir və bədəndə qan dövranının normal işləməsini təmin edir. 2. Sümükləri möhkəmləndirir. K vitamini kalsiumun sümüklərə yerləşməsinə kömək edir. Bunun sayəsində sümük sıxlığı artır, sümüklər möhkəmlənir və qırılma riski azalır. Xüsusilə yaşlı insanlarda K vitamini sümük sağlamlığı üçün çox vacibdir. 3. Ürək və damar sağlamlığını qoruyur. K vitamini damar divarlarında kalsium yığılmasının qarşısını alır. Bu isə damarların elastik qalmasına və ürək-damar xəstəliklərinin azalmasına kömək edir. 4. Beyin fəaliyyətini dəstəkləyir. Araşdırmalar göstərir ki, K vitamini beyin hüceyrələrinin qorunmasına, yaddaşın güclənməsinə və sinir sisteminin düzgün işləməsinə kömək edə bilər. 5. İmmunitet sistemini gücləndirir. K vitamini bədənin ümumi sağlamlığını dəstəkləyir və immun sisteminin düzgün işləməsinə kömək edir. Əsas mənbələri: K vitamini əsasən yaşıl yarpaqlı tərəvəzlərdə çox olur. Bitki mənşəli mənbələr, yəni K1 vitamini, ispanaq, kələm, brokoli, kahı, cəfəri,
yaşıl soğan, Brüssel kələmi. Heyvan və fermentləşdirilmiş qidalar, yəni K2 vitamini, yumurta sarısı, kərə yağı, qaraciyər, pendir, fermentləşdirilmiş soya. Vitamin çatışmazlığı. K vitamini az olduqda aşağıdakı problemlər yarana bilər. Uzun müddət qanaxma, tez göyərmə, burun qanaxması, sümüklərin zəifləməsi. Yeni doğulan körpələrdə K vitamini az ola bildiyi üçün doğuşdan sonra K vitamini iynəsi vurulur. Gündəlik ehtiyac. Kişilər üçün gündəlik ehtiyac təxminən 120 mikroqram, qadınlar üçün isə təxminən 90 mikroqramdır. Uşaqlarda isə yaşa görə dəyişir. Bu miqdarı normal və balanslı qidalanma ilə əldə etmək mümkündür.